Allah elə bil ki, artırır da hər şeyi, çoxaldır. Bir hərfinə bir Quran xətm eləmək. Birinci imsak. Oruç sabahdan tutacam. Azam verilməyib hələ, orucluq indi daxil olub. İmsaka durub çörək yeyirəm. Buyurur ki, imsaka başladı yeməyə, artıq elədiyi Allahla öz arasında olan bütün günahları Allah bağışlayır. Orucluq indi daxil olub, vəssalam, sıfırlandı, tərtəmiz. Bir dənə insanların haqqı, oyun ged özün gərək həll eləyəsən, haqlarını qaytarasan. Amma Allahla öz arasında günahlarım var. Ramazan ayının gözəlliyinə bax. Birinci imsakında deyir, bağışlandamsın, tərtəmizsən, pak, elə bil dünyaya indi gəlmirsən. Nə qədər ziyankardır o insanlar ki, orucdan məhrumdur. Buyurur, ən bədbəxt insan o adamdır ki, Ramazan ayı gəlib gedir, o bağışlanmır. Nə qədər xoşbəxtdir bizlər ki, Allah bizə qismət eləyib, dəvət eləyib. Nə qədər xoşbəxtdir. Bu xoşbəxtliyi indi başa düşməsək, qiyamət günü deyir, iki yerdə insan sevinir, bir iftar vaxtı, bir qiyamət günü. Qiyamət günü görəcəksiniz, orucunuzun əvəzini görəcəksiniz. Allah deyir ki, özümü verəcəm oruç tutanlara, özümə qovuşduracam. Qiyamət onunla mənim görüş yerimdir. Cənnət onunla mənim görüş yerimdir. Oruç tutanlar gözləsinlər, görün necə qarşılayacam onlar. Yəni deyərlər, xüsusi mükafatımız var filan şeyə. Allah deyir, oruç tutanlar darıxmasınlar. Oruç tutanlara izah da eləmək olmur. Oruç tutanlar bu tərəfə gəlsin, görsün ki, oruc nədir, orucun əvəzi nədir.